Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. İpoteka və Kredit Zəmanət Fondunun rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlarımızı mütəmadi davam etdiririk və bu dəfə sualları sahibkarlığa dəstək alətləri mövzusunda Fondun Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov cavablandıracaq. Bildirim ki, izləyicilərimizin mövzuyla bağlı suallar varsa, canlı yayımın şərh bölməsində suallarını ünvanlaya bilərlər və qarşıdakı 20-25 dəqiqə ərzində Elşən müəllimlə birlikdə biz bütün sualları cavablandırmağa çalışacağıq. Xoş gördük. Elşən müəllim, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də sahibkarlıq subyektlərinin, iş adamlarının maliyyə vəsaitləri açışlarının asanlaşdırılması, bu sayədə təşviqin aparılmasıdır və artıq bu sayədə kifayət qədər ciddi irəliləyişlər əldə olunub və bildiyimiz kimi İPOTeka və Kredit Zəmanət Fondunun zəmanəti ilə ötən dövrdə 700 milyondan artıq kredit əldə edib sahibkarlarımız. İstəyirdim əvvəlcə 2025-ci ilin və 2026-cı il birinci rübünün statistik nəticələrinə nəzər salaq. Ötən dövr nələrlə yadda qaldı? Təşəkkür edirəm suala görə, müəllim. Siz düz qeyd edədiniz. Ölkədə sahibkarlığın inkişaf istiqamətində davamlı olaraq hökumət tərəfindən iqtisadi islahatlar aparılmaqdadır və bu islahatlar çərçivəsində məlumatımız var ki, kredit zəmanət mexanizmin həm yaradılması, həm təkmilləşdirilməsi, prioritet vəzifə kimi İpoteka və Kredit Zəmanət Fondunun üzərində qoyulmuşdur. Burada mexanizm yaradılmasının əsas məqsədi kreditlərə təminatların verilməsi institutunu daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmət səviyyəsini artırmaq olmuşdur. Ötən dövrlərdə də olduğu kimi biz cari ildə də bu istiqamətdə öz fəaliyyətimizi davam etdirmişdik. Siz düzgün qeyd edədiniz ki, cari tariximizin faktorumuz artıq 700 milyondan vəsait təşkil edir. Biz 31 dekabr 2025-ci tarixə 1500-dən çox sahibkarlıq subyektlərinin bu mexanizm çərçivəsində maliyyələşməsinə nail ola bilmişik. Eyni zamanda cari ilin ilk rübündə biz artıq 30 milyon vəsaitin mexanizm vasitəsilə sahibkarlıq subyektlərinə kredit vəsaitinin verilməsinə nail ola bilmişik. Paralel olaraq sizə keçən səfər biz görüşlərimiz zamanı bizim portfel təminat mexanizmi barəsində də məlumat vermişdim. Bu istiqamətdə ötən ilin nəticəsinə görə biz bu mexanizm çərçivəsində artıq təqribən 360-370-ə yaxın sahibkarlıq subyektlərinin maliyyələşməsinə nail ola bilmişik. Bu ildə də bu istiqamətdə işlər davam etdirilmişdir. Artıq ilk birinci rübün nəticəsinə görə sahibkarlıq subyekti portfel təminat mexanizmi çərçivəsində maliyyələşdirilmişdir. Elşən müəllim, artıq 5 ilə yaxındır. Yəni bu ənənəvi kredit zəmanət mexanizmi ötən ildən başlayaraq digər iki məhsul portfel təminatı, eləcə də istiqrazlara təminatların verilməsi. Artıq hər istiqaməti üzrə verilməsi daha yeni məhsullar oldu. O 2025-ci il məhsulları keçən sonlarında faktiki olaraq ilk dəfə olaraq tətbiq edilməyə portfel təminatı ilə paralel olaraq gedirdi o layihələr. Nəyi soruşmaq istəyirdim? Bax, bu üç məhsulun hər birinə tələbat böyükdürmü? Yəni, sahibkarlıq subyektləri tərəfindən banklardan isə müvəkkil banklardan daxil olan müraciətlər nəyi deməyə əsas verir? Maraq çox yüksəkdir. Bunun statistika özü göstərici olaraq nəzərə almaq lazımdır. Həm də ki, yəni statistikadan da əlavə burada faydaları daha çoxdur bu mexanizmin. Həm müvəkkil bank üçün biz ötən görüşlərimizdə bu barədə düzdür danışmışdıq. Yeni danışacağıq, yeni o sualları verəcəm. Ola bilər ki, ötən dəfə biz dinləməyən, bu dəfə dinləyir yeni tamaşaçılarımız var. Kifayət qədər maraq var və artım temponu göstərir ki, bu istiqamət üzrə, yəni kredit zəmanət mexanizmi istiqaməti üzrə müraciətlər daxil olur və daxil olacaqdır. Şimdi sahibkarlar nə eləməlidir? Yəni, hansı prosedurlardan, ilk olaraq haradan başlamalıdır ki, yekunda o bir təminat, bir zəmanət alsınlar kreditlərinə? İlk öncə qeyd etmək istərdim ki, kredit zəmanət mexanizmi çərçivəsində müraciətlər elektron ipoteka və kredit zəmanət sistemi üzərindən daxil olur. Bütün proseslər, biznes proseslər bu mexanizmdə. Sahibkarlıq subyekti ilkin mərhələdə sistem üzərindən kredit sifariş ərizəsi ilə müvəkkil banka müraciət etməlidir.
Həmin müraciət bank daxili təhlil prosesindən keçdikdən sonra, əgər bankın daxilində səlahiyyətli orqanının qərarı kreditin verilməsi ilə bağlı müsbətdirsə, bu zaman yenə də elektron ipoteka və kredit zəmanət sistemi üzərindən zəmanətin və subsidiyanın alınması ilə bağlı fonda müraciət ünvanlanır. Fonda daxil olmuş müraciət təhlil prosesindən üç mərhələli təhlil prosesindən keçdikdən sonra qərar qəbul olunur və həmin qərar belə deyək, bildiriş formasında yenə də həmin sistem üzərindən müvəkkil banka ünvanlanır. Proses bu formada təşkil olunur. Sonra artıq sahibkarla bank arası da prosesdə sənədləşməlidir. Mövcud qaydalara görə 30 gün ərzində müvəkkil bankla sahibkarlı subyekt arasında kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə olan digər müqavilələr rəsmiləşdirilməlidir. Şu an imtinalara nə səbəb ola bilər? Yəni sahibkarın vergi borcu olsun, banklara, digər banklara kredit, gecikmiş kreditlər olsun. Nələr əsas verə bilər ki, imtina olsun? Cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq olunmuş təminatların verilməsi qaydaları ilə nəzmlənir. Siz düzgün qeyd elədiniz ki, orada bəlli bir tələblər var ki, sahibkar subyekt o tələblərə cavab verməlidir. İlk və əsas tələb ondan ibarətdir ki, sahibkar subyekti qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkar subyekt olmalıdır. Eyni zamanda belə deyək, sahibkarlıq subyektinin həm ödəmə qabiliyyəti olmalıdır, amma ondan öncə biz qanunvericiliyə uyğun yoxlayanda siz düzgün qeyd etdiniz, sahibkarlıq subyektinin gecikmələri olmamalıdır. Müvafiq qaydalara görə 30 gündən aktiv kredit öhdəlikləri üzrə 30 gündən artıq gecikməsi olan sahibkarlıq subyekti bu mexanizm vasitəsilə maliyyələşdirilə bilməz. Bu kimi tələblər var. Mən bildiyim qədər orada qeyri-neft sektorundan başqa həm də bank sahəsi, maliyyə sahəsi də burada. Maliyyə sahəsi, siz qeyd elədiniz. Yəni bank, maliyyə, sığorta sahəsi üzrə kreditlər kredit zəmanət mexanizmi çərçivəsində maliyyələşdirilə bilməz. Eyni zamanda əgər sahibkarlıq subyektinin təsis payında 50%-dən çox dövlət payı varsa, o sahibkarlıq subyektləri bu mexanizmdən faydalana bilmirlər. Fərq qoyulurmu? Yəni yerli sahibkarda yoxsa təsisində xarici şirkətlərdə, xarici fiziki şəxslərdə iştirak, hüquqi şəxslərdə iştirak edir? Əslində Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektindən gedir söhbət. Yəni Azərbaycan əgər fərdi sahibkarsa Azərbaycan vətəndaşı olmalıdır. Hüquqi şəxs olduğu təqdirdə onun təsisçisi olaraq hansısa bir xarici vətəndaş varsa, bu önəmli faktor deyil. Yəni biz onu nəzərə alırıq. Region olaraq orada bir fərq yoxdur. Mexanizm çərçivəsində hər hansısa bir məhdudiyyət yoxdur. Həm sahə nöqteyi nəzərindən, həm region nöqteyi nəzərindən mexanizm üstünlüyü ondan ibarətdir ki, qeyd elədiyim kimi, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyekti sahədən, regionundan asılı olmayaraq mexanizmdən faydalana bilər. Demək olar ki, ölkənin bütün regionlarında sahibkarlara kredit verilir. Bəli, bizim portfelə əgər nəzər yetirilsə, biz ölkəmizin bütün regionlarında mexanizm vasitəsilə sahibkarlıq subyektlərinin maliyyələşməsinə nail ola bilmişik. Şimdi bir deməli izləyici sualı var. Amir Hüseynov, salam. Əvvəl xeyr, Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlar dövlət zəmanəti ilə kredit ala biliblərmi? Alıblarsa nə qədər məbləğ və hansı sahələrə yönəliblər? Belə bir sual var. Qeyd etdiyim kimi, bizdə hər hansısa bir sahəvi və yaxud da ki, regionla bağlı məhdudiyyət yoxdur, amma portfelimizdə əlbəttə ki, işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektləri də var. Bizim cari tarixə artıq 5 milyona yaxın mexanizm çərçivəsində həmin regionda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşməsinə nail ola bilmişik. Əsasən bu Ağdam, Laçın, Zəngilan, Xankəndi, Şuşa kimi bölgələrimizdir. Sahələri isə müxtəlif sahələrdir. Burada həm texnika və adamlıqların təmiri sahəsi var, yük daşıma, logistika, kənd təsərrüfatı bu kimi sahələrə yönəldirilir. Neçə layihə yəni həmin ərazidə? Layihənin sayı çox deyil, dəqiq deyə bilməyəcəm. Onun əsas biz növbəti görüşlərimizdə mən sizə məlumat verərəm, amma məbləğ nöqteyi nəzərindən 5 milyona yaxın vəsait təşkil edir. Şimdi bir qiymətləndirmə 3 mərhələli dediniz. Yəni qiymətləndirmən həm bank aparır, həm fond, yoxsa hansı formada? Təhlil prosesi o fondda təşkil olunan təhlil prosesidir. Bankın əlbəttə ki, özünün underwriting sistemi mövcuddur. Risklərin ölçülməsi
sistemi mövcuddur. Bizdə təhlil prosesi 3 mərhələdən gedir. Birinci mərhələ o qeyd etdiyim kimi daxil olan məlumatların, yəni layihə ilə bağlı, borcununla bağlı daxil olan məlumatların qanunvericiliyə uyğunluğu yoxlanılır. Mövcud qaydalarla bəlli bir parametrlər, tələblər var ki, layihə və borcalan həmin o tələblərə cavab verməlidir. Əgər bu girişdə belə deyək də, o tələblərə layihə, borcalan cavab verirsə, növbəti mərhələdə borcalanın ödəmə qabiliyyəti yoxlanılır, onun risk kateqoriyası müəyyən olunur. Məlumat üçün qeyd edim ki, bizdə fondda kredit reytingi modeli mövcuddur ki, biz bu modeli beynəlxalq audit şirkəti ilə birgə yaratmışıq. Bu model vasitəsilə biz borclanın əlaqədar risk kateqoriyasını müəyyən edirik ki, bu da bizim default ehtimalının nə dərəcədə ola bilər, onu müəyyən etməyə imkan yaradır. Üçüncü mərhələ isə monitoring, ilkin baxış mərhələsidir. Yəni bizim bizə ünvanlanan məlumatlar, rəqəmlər, belə deyək də, informasiya yerində dürüstləşdirilir. Biz necə baxış təşkil olunur və təqdim olunan məlumatların nə qədər mövcud reallığa uyğunluq olmadığı bir növ yerində dürüstləşdirilir, aydınlaşdırılır. Elşən müəyyən indiyə qədər default dediniz, yəni problemli sahibkar olubmu? Yəni hansı müəyyən bir risk səbəbindən? Problemli sahibkar demirik, default olmuş, yəni sadə dildə desək, yəni belə bir кейslərimiz var. Məbləğ həcmindən çox da böyük deyil. Təqribən səhv etmirəmsə 400.000-ə yaxın bir vəsait təşkil edir. Amma növbəti mərhələdə bu defaultlar üzrə ödənişlər həyata keçiriləndən sonra biz həmin kreditlər üzərində işləri davam etdiririk. Burada həm borcalanla müvəkkil bank vasitəsilə işlərdən gedir söhbət, həm məhkəmə prosesləri və cari tarixə biz artıq default nəticəsində verilən məbləğlərin yarısından çoxunu artıq geri qaytara bilmişik. Bir də subsidiya məsələlərinə toxunaq. Yəni ənənəvi kredit zəmanət mexanizmində həm kreditlərə zəmanət var, həm də ki, onların belə deyim də faiz öhdəliklərinin bir hissəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi var. Bu qaydalarla bu necə tənzimlənir? Yəni hansı hissəsini belə deyək ki, fond qarşılayır? Düzgün qeyd etdiniz Anar müəllim. Subsidiya instrumenti bir növ dövlətin sahibkarlıq subyektinə verdiyi maliyyə dəstəyi bir alətidir. Bu əvəzsiz formada verilir, amma onun verilməsi üçün bəlli bir parametrlər var. Məsələn, subsidiya instrumentindən sahibkarlıq subyekti faydalanacaqsa, bu 3 ildən artıq müddətə ola bilməz. Bu zaman sahibkarlıq subyektinə, yəni borcalana təklif olunan kreditin faiz dərəcəsi 20%-dən yuxarı olmamalıdır. Biz adi qaydada 8% bəndi həcmində subsidiya məbləği veririk. Amma deyək ki, sahibkarlıq subyektinin investisiya təşviqi sənədi varsa və yaxud da ki, işğaldan azad olunmuş ərazidə sahibkarlıq subyekti tikinti materiallarının istehsalı ilə və yaxud da ki, tikinti ilə məşğul olursa, bu zaman ona ayrılacaq faiz subsidiyasının həcmi 10% bəndi həcmində müəyyən olunmuşdur. Bu çox böyük bir alətdir və portfel təminatı mexanizmində. Bu da sahibkarların biz hansı belə deyim, risklərini qarşılayırıq ki, yəni banklar onlarla rahat işləyə bilsinlər. Bu daha çox mikro sahibkarlıq subyektlərinə yönələn bir mexanizmdir. Çünki biz bu yeni məhsullarımızı, yeni mexanizmlərimizi yarandıqca onlara ad qoymağa çalışırıq. Yeni mexanizmlərə görə biz mövcud kredit zəmanət mexanizminə artıq ənənəvi kredit zəmanət mexanizmi ayırmışıq, bəli. Yəni, ənənəvi kredit zəmanət mexanizmində olduğu kimi portfel təminat mexanizmi bir balaca fərqli işləyir. Bu daha çox mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulub, qeyd etdiyim kimi. Burada kreditlərin parametrləri 5.000-50.000 həcmi arasında formalaşır. Kreditin müddəti minimum 3 ay, maksimum 3 il ola bilər. Çünki bizim təhlillər onu göstərdi ki, belə deyək də, bu segmentdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin bu kimi mexanizmlərə daha çox ehtiyacı var. Nəyə görə? Onların maliyyə tarixçəsinin olmaması səbəbindən, eyni zamanda kredit tarixçəsinin olmaması səbəbindən onlar kredit alarkən təminatla bağlı yüksək tələblərlə qarşılaşırlar. Yəni, girov məsələsini nəzərdə tuturam. Bir çox hallarda da bu kreditlər
ya bölgələrdə olduğu üçün banklara təklif olunan girovlar maraqlı olmur və yaxud da ümumiyyətcə sahibkar subyektinin girovu olmur. Və yaxud da likvid olmur və yaxud da likvid olmur. Bu nöqteyi nəzərdən biz hesab edirik ki, bu mexanizmi yaradaraq orada yaranan o qəhtləri, boşluqları biz doldura bilərik. Sırf bu mexanizm bunun üçün nəzərdə tutulur. Siz için ötən dövrdə də artıq 360-dan çox. Biz ötən dövr deyəndə biz faktiki olaraq 2025-ci ilin ortalarından sonra aktiv bu mexanizmi tətbiq etməyə başladıq. Qısa bir müddətdə biz 360-dan çox sahibkarlı subyektinin bu mexanizm vasitəsilə maliyyələşməsinə nail ola bilmişdik. Cari ilin belə deyək də 3 ayının nəticəsinə görə də biz artıq 60-dan çox sahibkarlı subyektinin maliyyələşməsinə nail ola bilmişik. Yəni ki, müraciət olunanlar burada da dedim, cavab almır. O da araşdırılır və təhlil olunur. Yəni bundan öncə mən qeyd etdim, xeyr, portfel təminatı mexanizmi bir balaca fərqli işləyir. Ənənəvi mexanizmdən fərqli olaraq. Portfel təminatı mexanizmi mahiyyəti ondan ibarətdir ki, fond olaraq biz müvəkkil banka portfel zəmanəti ayırırız bəlli bir həcmdə və o portfel zəmanəti məktubunda göstərilən məbləğ həcmində bank özü bizə müraciət etmədən özü underwriting apararaq, özü monitoring təşkil edərək sahibkarlıq subyektlərində verilən kreditlər hesabına portfelin formalaşdırır. Sadəcə bizim qaydalarla bir tələbimiz var, müəyyən bir forma var ki, o kreditlər verildikcə o forma doldurulur, bizə ötürülür ki, adı çəkilən filan sahibkarlıq subyektinə portfel təminatı mexanizmi çərçivəsində biz kredit vermiş olduq və biz o statistikasını apardıq. Üçüncü məhsul o istiqrazlara zəmanətdir. Artıq ənənə var. Ən sonunda Azərbaycan ən böyük şirkətlərdən biri Azərma şirkətinə verildi. Yəni müraciətlər varmı? Hal-hazırda belə deyək də, danışıqlar ərəfəsində olan məsələlər var. Mən onu səsləndirmək istəməzdim. İşlər yekunlaşandan sonra düşünürəm ki, bu barədə mətbuata məlumat veriləcəkdir. Sadəcə məlumat üçün, izləyicilərimiz üçün bildirmək istərdim ki, istiqrazlara təminatların verilməsi mexanizmi alternativ borclanma üsulu olaraq fond tərəfindən yaradılmışdır və burada daha çox istiqraz, yəni qiymətli kağız emisiya etmək istəyən sahibkarlıq subyektlər üçün nəzərdə tutulan bir mexanizmdir. Burada yəni istiqraz məbləği mən bildiyim qədər tam təminat verilir, müəyyən bir hissəsinə verilir, qaydalar nəyi deyir burada? Olunan istiqrazların 60% həcminədək, yəni maksimal hal-hazırda bəli, qaydaların tələblərinə görə bu 60%-dir. Amma mexanizm özünü doğrultduqca daha çox belə deyək də, olduqca biz ola bilər ki, təkmilləşdirmə işlərinə gedək. Şimdi mən çox sualım bu suallara görə və sonuncu sualım mənim 2026-cı ilin qarşıdakı dövrləri üçün planlardır, gözləntilərdir. Yəni, sualı belə qoyum, yəni bu ilin portfeli, ötən portfelindən yəni ən azından çox olacaqdır. Yəni, sürücə baxımdan və bir də soruşmaq istəyirəm ki, baxın, ilk 3 ayın təhlilləri əlimizdə bir rəqəmlər var. Nəyi göstərir? Yəni, bu sahələrə sahibkarların marağı, müraciət artıqmı? Biz ötən illərdə olduğu kimi işlərimizi davam etdirməyə planlaşdırdıq. Bəlli bir qarşımızda proqnozlar var ki, biz çalışacaq bu ildə o proqnozlara ötən dövrdə olduğu kimi çataq və hətta keçək. O baxımdan siz düzgün qeyd edirsiniz, maraq var və düşünürəm ki, artım tempi bu ildə davam edəcəkdir. Təşəkkür edirəm. Çox sağ olun həm sizə, həm izləyicilərimizə. Hörmətli izləyicilər, canlı yayımızda sizləri maraqlandıran sualları cavablandırdıq. Kim canlı yayını dinləyə bilmirsə, izləyə bilmirsə, sonradan bizim Facebook səhifəsi üzərindən onu belə deyim, orada yerləşdiriləcək və tanış ola bilərlər. Təşəkkür edirik. Sağ olun, salamat. Sağ olun.